Salam dəyərli şagirdlər və abituriyentlər. Bildiyimiz kimi bugün 9 mart tarixində Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı keçirib 11-ci siniflər üçün indi o suallara baxacağıq. Suallara keçməmişdən öncə bir şey nəzərinizə çatdırım ki, bildiyimiz kimi yeni bir vəsait nəşr olunub. Orada demək 2014-cü ildən 2024-cü ilə qədər olan bütün qəbul sualları, yəni 3-cü qrupa düşən qəbul sualları, sonra 2019-dan 2024-ə qədər olan həm 9, həm 11-ci sinif buraxılış sualları mətnləri ilə bərabər bundan əlavə 2019-dan 2024-ə qədər həm blok tipli, həm də 9 və 11-ci sinif buraxılış tipli model suallar hamısı verilib. Üstəlik bütün qeyd etdiyim bütün sualların da video izahı var. Yəni QR kodla izahlar yerləşdirilib. Sadəcə QR kodu oxutmaqla nə edirsiniz və izahı izləmiş olursunuz. Vəsaiti əldə etmək üçün qeyd olunan nömrəyə, yəni 055 256 25 45 nömrəsinə yaza bilərsiniz. Demək uşaqlar, indi isə başlayaq izahlarımıza. 31-ci sual deyir ki, cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır. Qarşı tərəf. Burada artıq nə oldu bu? Əsas hissəsi elə deyil. Baxın, şərqə tərəf. Burada yönlük hallı sözə qoşuldu. Eləmi? İstiqamət qoşması oldu. Bu oldu qoşma. Bu amma oldu əsas hissəsi, yəni isim. Eləmi? Yəni bunu deyək isim. İndi deyir ki, sözə qoşularaq məna yaradır. Bu hansının xüsusiyyəti? Qoşmanın. Sonra, ifadə olunan fikrə münasibət bu modal sözündür. Bu heç birisinə aid deyil. Leksik mənası var 1. Sonra, yalnız qrammatik mənası olan qoşmadır. Cümlə üzvləri arasında əlaqə yaradır. Cümlə üzvləri arasında əlaqə yaradında bağlayıcıdır. Ona görə cavab sadəcə nə qaldı? 1-ə C. Sonra 2-yə də A, D. Cavab C variantı oldu. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Deməli 2 var. Hələm yenici tezəcə yoxdur. Arta da bilmirsən. Deyirsən ki, birinci başdır, sonra budaq cümlə işlənib. Budaq cümlə baş cümlə bağlayıcı ilə bağlanıb, düzdür. 2 bağlayıcı ilə bağlanıb. Sonra bu sxema uyğundur, bəli. Həm baş, həm budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə edilib deyir. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular. Burada tabiçilik əlaqəsi yoxdur. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular. Amma gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Azad və xoşbəxt. Burada tabiçsizlik var. Mübtəda və xəbər olduğu üçün və yaxud da digər cümlə üzvləri olduğu üçün sintaktik əlaqənin tabiilik növü hər ikisində var. Amma tabiçsizlik yoxdur. Həm baş, həm budaq cümlə feili xəbərlidir. Qoşuldular feili xəbərlidir, amma yaşasınlar da feili xəbərlidir. Baş və budaq cümlələr müəyyən şəxslidir. Demək, gələcək nəsillər azad, xoşbəxt yaşasınlar. Kim? Nəsillər, eləmi? Mübarizəyə qoşuldular. Kim? Xalqımızın mərd oğulları. Bəli, hər ikisinin mübtədası var. Yəni, üçüncü şəxsin cəmində görüb bunu qeyri-müəyyən şəxs cümlə zənn eləməyin. Çünki mübtədaları işlənibdir. Ona görə cavab nə oldu burada? C variantı. Sonra ismi birləşmə və fiili birləşmə istəyir. Qəfildən səs eşidildi. Burada heç bir birləşmə yoxdur. Düşmənin çirkin niyyətini, baxın, yiyəlik, mənsubiyyətinə, bu nə oldu? İsmi birləşmə. Sonra, sən bunu mu deyirdin? Burada da yoxdur. Cəmil gedərkən, arkən, feili bağlama şəkilçisidir, feili bağlama. Sonra demək 1-ə B olacaq, 2-yə D olacaq. Y variantı da hansına aiddir? Təşkil edilmiş. Demək, feili birləşmə deyir səndən. Eləmi? Feili birləşmə. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirdilər. Təşkil edilmiş. Ol, et elə birlikdə nə yaratdı? Bir isim yaratdı. Eləmi? Ona görə sən bunu götürə bilməzsən. Yəni, feili birləşmə götürə bilməyəcəksən. Çünki dediyim kimi təşkil etmək bir dənə feildir, mürəkkəb feildir. Burada birləşmə, yəni söz birləşməsindən söhbət getmir. Təşkil edilmiş sərgi, bunu ikisi birlikdə götürə bilirik. Eləmi? İsmi birləşmə olaraq. Beləcə də cavabımız burada da A oldu. Verilmiş cümlələrdə zərfin mənaca hansı növlə işləmişdir? Biz kəndə çatanda, baxın, çatanda nədir? Feili bağlama tərkibi. Zərflikdir, amma bu zərfini istəyir, eləmi? Ona görə burada bu getdi. Torağayların səsi güclə necə, nə tərzdə? Sonra Cavanşir bir qədər dincəlib, bir qədər yoluna, bir qədər də nədir? Dincəli feili aiddir, yəni bu da oldu kəmiyyət.
Cəmiyyət. Tərz hərəkət və cəmiyyət. Cavab D variantı oldu. Hansı sırada bütün sözlərin yazılışı səhvdir deyir. Düşkün olmalıdır. Kokteyl ala yarımçıq da defisli olur. Düm ağ, kəmşirin, bir dəqiqə, üfüq düzdür. Eləmi? İlbeyl düzdür. Yarım final düzdür. Məsələn, digər variantları bir-bir yoxlasaq. Məsələn, E-də yarım final doğru yazılıb. Sonra heykəl taraşdı, yastı düz yazılıb. Ədliyyə 2 yığdan da bunlar düzdür. İlbey də doğrudur. Monastır, silindir, üfüq bunlar hamısı doğrudur. Dümağ bitişik yazılır. Kəmşirin düzdür. Balerina düzdür. Düşkündür. Eləmi? Kokteyldir. Yıl var burada. Ala da defisdən yazılır. Səndə nə istəyir? Hamısı yaz. Səhv olan cavabımız olacaq A variantı. Söz sırasının pozulduğun hansı nümunədə? Mən bunu bir qədər qalınlaşdırım. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işləmişdir? Doğrusu qohum əqrəbanın sözləri mənim də beynimə batır, yoldaş. Burada söz sırası pozulmuyor. Xitabdır, xitab axırda gələ bilər. Bu xəbəri eşidər eşitməz, hər kəs təlaşla binanı tərk etdi. Bu xəbəri eşidər eşitməz. Hər kəs bu xəbəri eşidər eşitməz, demək, binanı təlaşla tərk etdi. Burada var. Mübtəda əvvəldə olmalıdır, amma əvvəldə deyil. Söz sırası pozulub. Sadəcə nə deyir? Həm sadə, həm mürəkkəb isim işlənsin deyir. Xəbər sadə isim. Hər kəs təlaşla, bina sadə isim, mürəkkəb isim burada yoxdur. Sonra, bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? O bağ-bağçanın qazancı kimə yetişəcək? Bu cür olmalıdır, elə deyil. Bağ-bağça mürəkkəb. Qazanc da düzəltmə. Bizdən şərtdən nə istəyir? Sadə və mürəkkəb. Burada da sadə yoxdur. Düzəltmə və mürəkkəb var. Açıldı bayraqlar, bayraqlar açıldı olmalıdır. Eləmi? Söz sırası pozulub. Bayraq sadədir. Demək, vur-havur da mürəkkəbdir. Bəli, sadə və mürəkkəb var. Cavabımız olacaq D variantı. Sevgi əzəl gündən sevir baharı. Baharda insanlar arzuya çatır. İnsanlar baharda arzuya çatır olmaz. Söz sırası pozulur. Şey zaten pozulacaq. Sadə isim var. Mürəkkəb isimimiz burada yoxdur. Ona görə burada olacaq D variantı. Hansı cümlədə tamamlıq söz birləşməsilə ifadə olunmamışdır deyir. Bu meyvələrin hamısını Məmməd Həsən əminin bağından gətirmişik. Nəyi? Meyvələrin hamısını. İsmi birləşmədən ifadə olunub. Eləmi? Vaqif, bu adamların çoxunu. Kimi? Bu adamların çoxunu. Yenə ismi birləşmədən ifadə olunub. Hamı öz fikrinin doğru olduğuna nəyə inanırdı? Fikrinin doğru olduğuna. Bu da söz birləşməsində ifadə olunub. Əcnəbi turistlər Şəkinin görməli yerlərini, haranı gəzdilər? Şəkinin görməli yerlərini. Demək, hər şey, nəyi? Hər şey. Burada əvəzliklə ifadə olunub. Cavabına görə E variantı olacaq. Mübtədanın əlavəsi, tamamlığın əlavəsi, yer zərfinin əlavəsi. Demək, Azərin atasına, Amil dayıya, kimə? Azərin atasına, Amil dayıya. Bu tamamlığın əlavəsi 2A. Sonra 2 gündən sonra Cavadı, yeni mühəndisi, nazirliyə dəvətli. Kimi Cavadı, kimi mühəndisi. Bu da oldu. Tamamlığın əlavəsi. Bizim evimiz mənzərəli bir yerdə, göl qırağında idi. Mənzərəli bir yerdə idi, göl qırağında idi. Xəbərin əlavəsidir. Burada xəbər yoxdur. Yəni C-ni heç birindən götürməyəcəksən. Qrupun yeni rəhbəri, gənc qız, kim? Qrupun yeni rəhbəri bu. Tamam, daha doğrusu mübtədanın əlavəsi oldu. Onlar kəndə, bu doğma obaya, burada da zərfliyin əlavəsi. 1D, 2AB, 3Y. Cavab olacaq B variantı. Gözüm su içməmək nə demək? İnanmamaq. Yəni, bu adamın gözüm su içmir, yəni bu adama inanmıram. Lazım şəkli təsdiqlə işlənsə də inkarda işlənə bilmir. Deyildən inkarda işlənə bilər. Bu yanlış fikirdir. Gələsiniz, kaş gələsiniz arzu şəklindədir. Bu da getdi. Kaş anar gəlsin. Demək, doğru fikirlər seçin, eləmi deyirsən? 1-dən 2-ni siləcəksən avtomatik olaraq. 1, 2, 1, 2 sildin. Qalır nə? 4, 5, 6. Kaş anar da gəlsin. Gəlsin. Baxın.
əmr şəklindədir. Nə olsun burada kaş arzu ədəti var. Bununla sizi çaşdırmağa çalışır. Amma arzu şəklində olması üçün AE şəkilçisi olması lazımdır. Gəlsin də yoxdur axı o. Bu da yanlış fikirdir. İsə köməkçi sözü ilə işlənə bilmir. Düz deyir. Arzu şəkli işlənə bilmir. Cümlənin feili xəbəri olur hər ikisi. Hər ikisi məchul növdə işlənə bilir. Cavabımız olur 4, 5, 6. Belə uşaqlar, qrammatika sualını yekunlaşdırdıq. İndi isə növbəti izahımızda mətnlərin izahına baxacağıq. Sağ olun, növbəti dərsdə görüşərik.